Amerika Birləşmiş Ştatları İranda yeni rəhbər axtarışına çıxıb. Vaşinqton əvvəllər bu barədə qeyri-dəqiq mesajlar versə də, artıq açıq şəkildə Tehranda siyasi kursun dəyişdirilməsinin vacibliyini vurğulayır. Prezident Donald Trump İranın dini lideri Əli Xameneyinin 37 illik hakimiyyətinə son qoyulmasına dair çağırış edib. Hətta Trump bir qədər irəli gedərək Xameneyini xəstə belə adlandırıb. Ağ Ev rəhbəri iddia edir ki, İran məhz Xameneyinin rəhbərliyi altında dünyanın ən pis yaşayış yeri olub. Məhz buna görə də İranda əsas söz sahibi sayılan dini lider artıq postuyla sağollaşmalıdır. Birləşmiş Ştatlar bölgəyə daha çox qüvvə yerləşdirir. Onlar öz mövqelərini möhkəmləndirirlər və İrana hücum təhdidlərindən rejimə qarşı təsir vasitəsi kimi istifadə edirlər. Amma Vaşinqtonun seçim imkanları məhduddur. İranda bu mərhələdə hökuməti əvəz eləmək üçün alternativ yoxdur. Çünki rejim dərin kök salıb. Nəticədə Birləşmiş Ştatların regional müttəfiqləri, ərəb ölkələri Trumpa bölgəyə təsir göstərə biləcək başqa bir böhranın baş verməməsi zərurətini aşılayıblar. Ağ Ev rəhbərinin bu açıqlamaları Xameneyinin ixtişaşların alovlanmasında Trumpı ittiham etməsindən sonra gəlib. İranın dini lideri aksiyalarda insanların ölməsinə görə Donald Trumpın təqsirli olduğu fikrindədir. Xameney Ağ Ev rəhbərinin hərbi dəstək vədi ilə nümayişçiləri həvəsləndirdiyi qənaətindədir. Hətta o, Amerika Birləşmiş Ştatları və İsrailin bəzi iştirakçıları maliyyələşdirdiyini, təlim keçdiyini belə deyib. İxtişaşların yatırılması kifayət deyil. Birləşmiş Ştatlar məsuliyyətə cəlb olunmalıdır. Biz ölkəni müharibəyə aparmırıq, amma daxili günahkarları cəzasız buraxmayacağıq. Onlardan da betəri beynəlxalq cinayətkarlardır və əsla bağışlanmayacaqlar. İran xalqı ixtişaşların belini necə qırdısa, onları qızışdıranların da belini eləcə qırmalıdır. Bu üsyanda Birləşmiş Ştatlar prezidenti şəxsən birbaşa müdaxilə etdi. O, bəyanatlar verdi və hədələr səsləndirdi. Fitnəkarları irəli getməyə təşviq etdi. Həmin şəxslərə Vaşinqtondan mesajlar göndərərək irəliləmələrini və qorxmamaqlarını söylədi. ABŞ prezidenti özü ixtişaşlara daxil oldu və onun bir hissəsinə çevrildi. İndiki məqamda əsas diqqət çəkən məsələ Trumpın İrana hücum planından imtinasıdır. Bu qərarın məhz ölkədə hakimiyyətin dəyişdirilməsi ilə bağlı olduğu iddia edilir. İranda alternativ siyasi rəhbərin olmamasının onun belə bir qərar almasına səbəb olduğu bildirilir. Vaşinqtonu belə bir gedişə məcbur edən digər səbəb isə Tehranda hakimiyyətin dərin birləşməsidir. Aksiyalarda hökumət nümayişçilərə qarşı birgə mübarizə aparır. Yəni hakimiyyətin müxtəlif dairələrində fikir ayrılıqları olsa da, etirazlar onları eyni amal uğrunda birləşdirə bildi. Bu da özlüyündə xarici təzyiqlərin İranda gözlənilən dəyişiklikləri təmin etməyəcəyini göstərir. Nəticədə Amerika Birləşmiş Ştatlarının təzyiq siyasəti Tehran tərəfindən idarə olunan bir siyasi stabillik mühitində məhdud təsir göstərir. Trumpın siyasəti Amerikanı özəlliklə Orta Doğudan uzun və maliyyətli savaşlar çəkməkdir. Propaganda yaratan özəlliklə Şahın oğlunun bəzi yerlərdə öz tərəfdarlarının faşistcə davranışları və başqa neyruları və başqa müxalifləri öldürməsinə göstərməsi Amerikaya da belə gəldi ki, kəsinliklə Şahın oğlunun gələcək rejim dəyişməsində rolu ola bilməyəcək. Düzdür, Avropada devrilən Şahın oğlu Rıza Pəhləvi iqtidara alternativ ad kimi önə çıxır. Bu istiqamətdə Pəhləvi həm Amerika Birləşmiş Ştatlarından, həm də Avropadan dəstək gözlədiyini açıq etiraf edir. O, düşünür ki, hakimiyyətin devrilməsi üçün indi şans Qərbin ayağına gəlib. Pəhləvinin fikrincə, Birləşmiş Ştatlar İranın hərbi aktivlərinə zərbə indirməlidir. Lakin o özünü hakimiyyət üçün ideal hesab etsə də, Ağ Ev rəhbəri Donald Trump belə düşünmür. Trump Pəhləvinin İran daxilində liderliyi ələ keçirmək üçün kifayət qədər dəstək qazanacağına əmin deyil. Onun bu fikri isə Pəhləvinin perspektivlərini şübhə altına salır. Həmçinin Ağ Ev rəhbəri bu açıqlamasıyla Rıza Pəhləvinin siyasi cəhətdən davamlılığına etibarının olmadığını nümayiş etdirdi. Prezident Trumpın sözünün üstündə duran bir insan olduğuna inanıram. Bunun neçə gün çəkəcəyini bilmək olmaz. Ümid edək ki, gec yox tez olar. Hər hansı bir addım atıb atmamasından asılı olmayaraq bizim mübarizəni davam etdirməkdən başqa yolumuz yoxdur. Addım nə qədər tez atılsa, bir o qədər çox insanın həyatı xilas olar və rejimin süqutunu daha tez görə bilərik. Mən hələ də Trumpın öhdəliyinə inanmaq istəyirəm ki, yardım yoldadır. O, İran xalqının yanında duracaq.
Görünən odur ki, Amerika İranın daxilindəki böhranı həll etmək əvəzinə təxirə salmağı seçir. Eyni zamanda Arakçinin Vitkovla təmasından sonra dəyişən fikir onu göstərir ki, İran da Amerika ilə tərs mütənasib düşməkdə maraqlı deyil. Çünki ölkə iqtisadiyyatı çökdüyü üçün etirazçıların tələblərinə qarşı həll yolu ortaya qoyulmur və Tehran kompromisə getməyə məcbur qalır. Sanksiyaların əsas təsir edici amil olduğunu nəzərə alsaq, Tehranın Vaşinqtonla danışıqlara getməsi tövsiyə olunur. Bu, ölkədəki sosial və iqtisadi problemlərin həllində əsas yoldur. Ancaq gedişatda diqqət çəkən digər məqam isə hələ də milyonlarla vətəndaşın ölkədəki rejimi dəstəkləməsidir. İranda baş verən ixtişaşlara baxmayaraq, mövcud hakimiyyətin qarşısına keçməyənlərin olduğu görünür. Lakin iqtisadi böhranın yaxın bir neçə ildə daha da pisləşəcəyi ehtimal olunur. Analitiklərin fikrincə, Xamenei hakimiyyətdən gedəcəksə, onun yerinə Sepah rejimi ələ keçirəcək. Çünki ölkədə siyasidən daha çox hərbi rejim alternativi əsas seçimlər arasındadır. Hakimiyyətə alternativ sayılan yeganə siyasi fiqur Rıza Pəhləvinin tərəfdarları dəyişikliyə kifayət edəcək qədər deyil. Qərb ona dəstək olsa da, ölkə daxilində monarxiyanın arzulanmadığı danılmaz faktdır.